50 yaşında pasiyent döş sümüyü arxasında sıxıcı ağrılarla müraciət eləmişdi. Anamnez toplanıldı. Deməsinə görə bu ağrılar pasiyentdə bir neçə dəfə olmuşdur. Müayinələrdən keçirildi. Qan təzyiqi ölçüldü, şəkər ölçüldü, qanda kardioqramma olundu. Ciddi patologiya aşkar olunmadı. İlkin diaqnoz stabil gərginlik stenokardiyası qoyuldu və xəstəyə ilkin yardım olundu. Xəstənin vəziyyəti hal-hazırda stabildir. Bir müddət müşahidə altında qaldıqdan sonra işinə davam edəcəkdir.